Dilimizdə Qarabağ, yolumuz isə Koşice. Bura Macarıstanla sərhəddə, Slovakiyanın isə ikinci böyük ərazisidir. Səyahətimizə Vixodoslavenski muzeyindən başladıq. Burada Tekirdağdakı tipik Osmanlı evinin tam sürəti yerləşir. Macar zadəganı Rakoçsi 1700-cü illərdə üsyandan sonra Osmanlıya sığınmış və məhz belə bir evdə yaşamışdı. Ekspozisiyada Osmanlı üslublu otaqlar, dövrün geyimləri, silahlar və sənədlər nümayiş olunur. Olta rəngbərəng binalar, kafe, restoranlar və tarixi dükanlarla doludur. Küçə çox geniş, ortasından da tramvay reysləri keçir. Amma tramvayın özü işləmir. Turistlər də kifayət qədərdir. Mərkəzdə fontanın ətrafında belə bürclər var. Göstərgin tapaq. Qız bürcü. Cəmaatın xoş gününə də şahidlik etdik. Bu yazıqlar da həsəd aparır. Bu da yerin altında muzey. Pulludur deyib girmədik. Mollarını da indidən yeni ilə görə bərri bəzəkli eləyiblər. Bu da Elizabet katedralı. Slovakiyada ən böyük kilsədir. Gəzdiyimiz bilmirəm neçənci Nə? Çox yol gətirəmsən? Sən də belə düşünürsən? Mən prosta qazınmaq üçün girdim çünki Dağlara şəkil üçün pul istəyirlər. Məsələn, Nə şəkli? Şəkil çəkdirmək olmazmış, pul istəyirlər. Az narahat olma, başını çəkir. bir də soyuqda içeri çıxamıyorum. Biz də inandıq.